o valideyn elə bir varlıqdır ki, Allah hamısının canını sağ eləsin. Əminin də, dayının da, bibinin də, xalanın da, bacının, qardaşın, evladın, hamısının canını sağ eləsin. Amma bu iki varlıq elə bir, nə deyim, elə bir varlıqdır ki, bu iki varlıq insan həyatında o yerini heç kimin doldura bilməyəcəyi varlıqlardır. Onların yerini kim doldura bilər ki? Bir dərdimiz olanda, bir sıxıntımız olanda həmişə anamıza, atamıza sığınmışıq və bugün də həyatda da yaşayırıq. Bir sıxıntımız olan kimi ilk gözümüz onlar axtarır.